Salam, mən Cəlilabad rayonunda yerləşən Şəhid Kapitan Rəşid Abdullayev adına 2 saylı tam orta məktəbin 5-5 sinif şagirdi Qudiyeva Əsma oluram. Mənim yeni oxuduğum kitabın adı Sofia Prokofyevnanın Sarı Çantanın sərgüzəştləri əsəridir. Artıq mən bu əsəri oxuyub bitirmişəm və istəyirəm ki, bu əsər haqqında fikirlərimi bildirəm. Əsərin içərisində mənim sevdiyim obrazlar vardır. Lakin mənim sevdiyim bir obraz var ki, onun bəzi xoşagəlməyən xüsusiyyətlərə malikdir. Əvvəlcə sizə əsərin baş qəhrəmanı Uşaq həkimi haqqında məlumat vermək istəyirəm. Uşaq həkimi çox yaxşı bir obraz idi. Çox xeyirxah idi. Uşaqlara hər zaman can yandırardı. Uşaqları çalışardı ki, onlara yəni dərman verəndə onları qorxuzmasın, iynə vuranda qorxuzmasın. Təbii ki də hər insanın əhvalatını soruşur. Gün ərzində insanların xətrinə dəyməməyə çalışırdı. Uşaq həkiminin bir xüsusiyyəti də var idi ki, dərmanı sevməyən uşaqlara konfetin içərisində verir və uşaqların bu qorxusundan əl çəkməsini söyləyirdi. Təbii ki də bütün uşaqlar da həkimin dediklərini anlayırdılar. Təbii ki də mənim sevmədiyim bir obraz yoxdur, lakin sevdiyim bir obraz var ki, onun bəzi mənfi xüsusiyyətlərə malikdir. Bu obraz Petyadır. Petya hər şeydən qorxar, insanlarla heç danışmaz, ünsiyyətə girməz, hətta gün içərisində 2 kəlmə söz danışmazdı. İnsanlardan hər şeydən qorxar, çəkinər və insanlara qarşı qəribə hərəkətlər sərgiləyərdi. Bu əhvalatlar isə insanları Petyadan uzaqlaşdırardı. Hətta Petya yeməyini dərin boşqabda yeməkdən belə qorxurdu. Məncə bu çox pis bir xüsusiyyətdir. İstəyərdim ki, Petya belə bir obraz olmasın. Yaxşı, belə bir obraz olsa da çalışsın və özünü düzəltsin və bu qorxaqlığından əl çəksin. İnsanlarla ünsiyyət qurmağa çalışsın və insanlara qarşı özünü incitdirməsin. Mənim sevdiyim bir obraz da var idi ki, ana. Lakin ana çox təlaşlı bir obraz idi. O öz uşağının bu davranışlarını hər nə qədər ciddiyə almasa da çox təlaşlanırdı. Lakin mən istəyərdim ki, ana bu təlaşlılığından əl çəksin. Lakin əvvəlcə ana hər nə qədər bilirdi ki, həkimə müraciət etsə bu uşağı bu xüsusiyyətindən əl çəkəcək. Lakin bunu etmək yerinə Petyanı özü sağaltmağa çalışırdı. Məncə bu yaxşı bir xüsusiyyət deyil. Onu həkimə aparmalı idi. Artıq mən bu əsəri oxuyub bitirmişəm və həqiqətən əsər çox maraqlı idi. Tövsiyə edirəm ki, siz də bu əsəri oxuyasınız. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Sağ olun.